Lardayıq, Çin sərhədindəyik. Və bu bizim möhtəşəm festivalimizdir. Deməli, bizim möhtəşəm tərzində kompasistlikdir. Çox və möhtəşəmliyi təcrübə şəklində iştirak etdik və orada elə bir möcüzəni bizim üçün sürpriz. Sürpriz bizim üçün möhtəşəm. Yəni biz onu Azərbaycanda bilmirdik ki, biz mənim kompasımızda möhtəşəm sürprizlə qarşılaşa bilərik. Yəni heç ümumiyyətcə heç birimizin ağlımıza gəlmədi. Azərbaycandan 3 nəfər əldə etdi. Bu bizim möhtəşəm maşın hədiyyəmiz oldu. Oo, bravo, təbriklər. Yəni bu bizim üçün möhtəşəm bir sevinç. Artıq neçə nəfər düşdü Azərbaycandan? Azərbaycandan 3 nəfər düşdü. 3 nəfər düşdü Azərbaycandan. Onunla birlikdə təbii ki, mənə çox gözəl, gözlənilməz bir sevinç, bir uğurlarımız. Biz Tenşe'ye inanmalıyıq. Tenşe həm yekdir. Hər bir yerdə yekdir və analogu olmayan bir şirkətdir. Çünki niyə? Mən həmişə də demişəm, qeyd etmişəm ki, bu şirkətin məhsulları analogu olmayan bir məhsullardır. Və sair. Biz bu məhsullardan irəli, yenə də irəli gidirik. Afərin. Uğurlar sizə. Belə. Bu bizim Çin səddimiz. Çox gözəl.